Bəli, əziz bacı və qardaşlar, bugünkü mövzumuz müştəhidlərdir və müştəhidlərə təqlidin hökmləridir. Əfsuslar olsun ki, biz şiələrin içində, ibadət əhli olan insanların içində yüzlərlə, minlərlə insanlar var ki, ibadət edirlər, fəqət müştəhidin nə qədər zəruri bir şey olduğunu, ictihadın, təqlidin, müştəhidə təqlidin, hökmlərin araşdırılıb tapılmasının nə qədər zəruri bir məsələ olduğu haqqında bir çoxlarımız bunu fikirləşmirik, düşünmürük və bu şərtlərə uyğun bir şəkildə hərəkət eləmirik. Amma İslamın ələlxüsus şiəliyin şərtlərindən birisi budur ki, gərək ki bir müştəhidə təqlid eləyək, ya özümüz ictihadə ehtiyat üzrə yaşayaq, ehtiyat eləyək. Bunların hamısını inşallah ki, qısa bir şəkildə açıqlamağa çalışacağım. Əvvəla budur ki, müştəhid təqlid eləmək dediyimiz kimi, əgər ehtiyat eləmirik və özümüz də istihada çata bilməmişiksə, hər bir müsəlmana vacibdir ki, gərək ki, müştəhidə təqlid eləsin. Müştəhid kimdir? Müştəhidlər necə seçilir? Müştəhidin özəlliyi nədir deyə baxdıqda isə biz baxırıq ki, əvvəlcə həddi buluğa çatmalıdır müştəhid, kişi olmalıdır, ictihad etmiş olmalıdır, yəni elmidə bir ali məqama çatmalıdır, aqil olmalıdır, ağlı düzgün çalışmalıdır, ədalətli olmalıdır, insanlar arasında ədalətə rəftar eləməlidir, diri olmalıdır. Yəni bir insan müştəhid təqlid eləməyə başladıqda lazımdır ki, diri bir, yəni həyatda olan bir müştəhidi təqlid eləsin, halalzadə olmalıdır, haram işlərdən çəkinməlidir, 12 imamın şiəsi olmalıdır, yəni Cəfəriyyə məzhəbinə mənsub olmalıdır, vacib ehtiyata əsasən dünya malına həris olmamalıdır və dövrünün yaşayan insan, dövründə yaşayan insanların içində ən ələm olmalıdır. Bu halları özündə cəm edən insanlar müştəhid ola bilərlər. Müştəhid olmaq bir ali məqamdır və bir insanın müştəhid olması üçün çox əziyyətli, çox məşəqqətli yollardan keçməsi lazım və bir ali məqama yetişməsi lazımdır ki, Allahın Rəsulunun 12 imamın yer üzündəki varisi olmalıdır. Bu haqda əlbəttə ki, Qur'an-ı Kərimdə və hədislərdə də biz cahil insanların və yaxud İslamda hər bir hökmü gedib kitabdan çıxara bilməyəcək insanların bilənlərə, müştəhidlərə və yaxud alimlərə müraciət etməsinin dəlilləri vardır əlbəttə ki. Onlardan birisi budur ki, Nəhl surəsinin 43-cü ayəsində buyurur ki, bilməyənlər bilənlərdən soruşsun və yaxud Ənbiya surəsinin 7-ci ayəsində Allah-u Teala buyurur ki, əgər bilmirsinizsə bilən zümrəyə, yəni zikr əhlinə soruşun. Və yaxud hədislərdən də baxdıqda bir hədisdə Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm Səhih Buxari 10-cu cildində alimlər peyğəmbərlərin varisidirlər. Alimlər həqiqətən peyğəmbərlərin varisidir və dini biliklərdə alimlərin rəyinə müraciət etmək zəruridir. Başqa bir hədisə baxdıqda və yaxud rivayətə baxdıqda İmam Mehdi Cəlallahul Fərəcin Tövqi məktubunda bir qismi oxuyacaq ki, 12-ci imam Qəyyim dövründə, yəni dünyadan çəkildiyi dövrdə bir məktub yazır, hadisələr baş verəndə rəvayətçilərimizə və yaxud fəqihlərimizə müraciət edir deyə buyurmuşdur. Bu, müştəhidlərin təqlidinə əsasını təşkil edir. Vəli, bugün niyə biz bu mövzuya toxunuruq? Mövzuya toxunmamızın səbəblərindən birisi budur ki, bəzi hallarda bu müştəhidin vacibliyi ortaya çıxır ki, bəzən bir Ramazan ayının və yaxud bayramının hilalı görünməsində, bəzən hansısa bir işin görülüb görülməməyi barəsində fərqli görüşlər ortaya çıxır. İnsanlar bir-birləri ilə mübahisə aparırlar. Fəqət biz insanlara soruşduqda ki, siz müştəhidinizə müraciət eləyin, müştəhidiniz bu mövzu haqqında hansı fətvanı veribsə onunla ayət eləyin dedikdə, bir çox ibadət əhli olan insanlarda belə görür ki, müştəhidə təqlid yoxdur. Müştəhidə təqlidin
bu cür nə desək ki, yəni bu insanlara bu gəlib çatmayıb da, hələ bilmirlər ki, müştehid nədir, müştehid kimdir və müştehidə təqlid nə qədər zəruridir. Bəzən də insanlar deyirlər ki, biz falanca alimin dediyinə baxırıq. Bəzən də insanlar deyir ki, falan alim bu cür nə deyir və yaxud bizim bir müşkilimiz olanda, bir sualımız olanda falan alimə gedib müraciət edirik. Bəli, bu da aşikar bir məsələdir ki, falan alim dedikləri hər bir alim də hər hansı bir müştehidin insanlara fətvasını onlara oxuyur. Yəni, onlar istəmədən də, bilmədən də o alimin aracılığı ilə hər hansı bir müştehidə bağlanırlar, fəqət bundan xəbərdar deyirlər. Dedik ki, insanlar ya ictihad əhli olmalıdırlar, yəni Qur'andan, hədisdən hər hansı bir şeyin hökmünü özləri çıxartmağa qadir olmalıdırlar. İkincisi, ehtiyat eləməlidirlər. Yəni, hər hansı bir işi görəndə, namaz qılanda, oruç tutanda, dəstəmaz alanda, təharət haqqında bir mövzuda hər bir müştehidin ortaq bir fikrinə nəzər yetirməlidirlər və yaxud da ki, elə bir şəkildə onların fətvalarına da nəzər yetirmədikdə, elə bir şəkildə bu işdən hərəkət eləməlidirlər ki, bu iş müştehidlərin də fətvası ilə üstbəüst düşsün, o zaman onların gördüyü bu işlərdə səhih olar, yerində düşər. Bugün dünyada yaşayan onlarla müştehid var və onlara təqlid edən, onların müqəllidi olan milyonlarla insan var. Şiəliyi hər zaman demişik ki, əhl-i sünnədən ayıran ən böyük özəlliklərindən birisi də budur ki, şiələr hər zaman alimə bağlı olurlar, müştehidə bağlı olurlar və onların fətvası doğrultusunda, onların sözləri doğrultusunda hərəkət edirlər. Fəqət bu məsələni də ayırmaq lazımdır ki, şiənin üzərində müştehidin haqqı yalnız fıqhi mövzulardadır. Şiələr etiqadi və siyasi və ictimai məsələlərdə müştehidlərə bağlı deyirlər, yalnız və yalnız fıqhi məsələlərdə bağlıdırlar. Məsəl üçün, hər hansı bir siyasi məsələdə insanlar müştehidin nə dediyi insanlar üçün çox da bağlayıcı deyil. Bəzi insanlar onun sözünü tövsiyə niyyətlərində ala bilərlər, onun elminə, həyat təcrübəsinə, dünya görüşünə arxalanıb dediklərini özləri üçün tövsiyə ala bilər. Fəqət müştehidin siyasi, ictimai və əqidəvi olaraq insanlar üstündə heç bir söz sahibi deyil. Yalnız və yalnız fıqhi mövzularda insanlar müştehidə bağlanmalıdır. Və biraz öncə dediyimiz kimi, ay göründü və yaxud görünmədi. Namaz bu şəkildə qılınmalıdır və yaxud qılınmamalıdır. Bu əməl vacibdir və yaxud müstəhəbdir. Bu mövzularda bizlər müştehidlərə bağlıyıq və müştehidlərin sözləri bizlər üçün höccətdir. Bəli, dünyada yaşayan hal-hazırda çox böyük müştehidlər, çox böyük alimlər olur və hal-hazırda da dünyada yaşayan çox böyük alimlərimiz var. Onlardan misal üçün dünyada ən çox müqəllidi olan müştehidlərdən Seyyid Əli Sistani, Allah onun ömrünə bərəkət versin. Bir digər müştehid Seyyid Əli Xamenei, Allah onun ömrünə bərəkət versin. Ayətullah Məkarim Şirazi, Ayətullah Vahid Xorasani və sair və ilaxir saya biləcəyiniz bir çox müştehidlər var ki, həqiqətən dünyada yaşayırlar, insanlar içində elmi oxuyurlar, araşdırırlar və insanlara faydalı bir şəkildə elmi çatdırmağa çalışırlar. Ümidimiz budur ki, hər zaman müştehidlərə bağlı şəkildə müştehidlərin fıqhi mövzularında, fıqhi dəlilləri əsasında yaşayan bəndələrdən olaq. Həqiqətən müştehidlik biz şiələr üçün bir fəxarətdir və bir ayrıcalıqdır ki, bizlər gündəlik hər bir mövzuda müraciət edə biləcəyimiz və bir yerdən hökm ala biləcəyimiz insanlardırlar. Digər məzhəblərdən bizə ayıran ən böyük özəlliyimiz də budur ki, o bir məzhəblərdə hər kəsin, yəni 3-5 kitab oxumuş, özünə alim deyən, molla deyən, hər kəsin fətva verməyə hökmü varkən, şiəlikdə bu cür bir qayda qanun yoxdur. Yalnız və yalnız ələm olanlar və ayətullahlıq dərəcəsinə çatan insanların fətva verməyə ixtiyarları var. Digər qalan bütün alimlər, uləma, Allah hər birinin canını sağ eləsin, Allah hər birini başımızdan əksik eləməsin. Digər uləmanın yalnız və yalnız şəri vəzifəsi budur ki, o müştehidlərin fətvalarını biz cahil bəndələrə, müştehidlərin fətvalarından və yaxud İslamın şəri hökmlərindən xəbər olmayan bəndələrə çatdırmaqdan ibarətdir.
Allah hər birinizi qorusun. Allah bütün müştehidləri və alimlərin ömrünü hifz eləsin. Vəssalamu aleykum.